Salamlar herkese. Keçən mövzuda sizlərlə sadə zamanlar haqqında danışmışdıq. İndi isə davam edici zamanlardan danışırıq. Deməli, davam edici zamanlardan danışarkən ilk növbədə indiki davam edici zaman qeyd edək, yəni present continuous. Present continuous necə düzəlir? To be-nin indiki zaman formaları am, is, are və plus ing ilə düzəlir. Sualda am, is, are mübtədədən əvvələ keçir, inkarda isə am, is, are-dan sonra not inkar ədatı işlədilir. Gəlin nümunələrə baxaq. Məsələn, I am working, you are working, he, she, it üçüncü şəxsin təkində is atırıq, is working olur. Sualda həmin bu artırdıqlarımız to be-nin formaları am, is, are mübtədədən əvvələ keçir. Am I working, are you working, is he, she, it working and etc. İnkarda isə I am not working, you are not working, he, she is not working. Bu şəkildə inkarını düzəltmiş oluruq. Bəs yaxşı, indi gəlin baxaq görək present continuous, yəni indiki davam edici zaman hansı hərəkətləri ifadə edir. Danışıq zamanı baş verən, hal-hazırda göz qabağında davam edən hərəkətləri bildirmək üçün. Məsələn, mənim hal-hazırda danışmağım davam edici zamandır. Və yaxud da ki, sizin mənə qulaq asmağınız bu davam edici zamandadır. Gəlin belə də nümunələrə baxaq. Don't enter the room, the students are doing exercise. Deyir ki, otağa daxil olma, otağa girmə, tələbələr neynirlər? Çalışmalarını edirlər. Okay, görürsünüz, are doing, çalışmalarını edirlər. Yəni, hərəkət hal-hazırda davam edir. Uşaqlar çalışma yazmaqdadırlar, ona görə davam edici zamanla işlədirik. Daha sonra, yaxın gələcəyə aid planlaşdırılmış iş və yaxud hərəkətləri bildirmək üçün işlədilir. Məsələn, deyirik ki, baxın, I am leaving tonight, we are going tomorrow. Mənim hər hansı bir hərəkətlə bağlı planım var. Məsələn, burada nümunədən gördüyümüz kimi, bu gecə çıxacam, bu gecə tərk edəcəm. Görürsünüz, I am leaving, ing artırmışam. Sonra, sabah gedəcəyəm. Görürsünüz, sabaha aid hərəkətdir, plandır artıq bu. Yəni, planlaşdırılmış hərəkətləri də biz ing ilə, yəni indiki davam edici zamanla verə bilirik. Daha sonra, əgər mənim cümləm feillə başlayırsa, look, listen, be quiet, be quick. Yəni, feillə başlayırsa, deməli bu əmr cümləsidir. Və əmr cümlələrinin o əmr cümləsi işləndikdə də mütləq şəkildə indiki davam edici zaman işlənməlidir. Görürsünüz, hamısından sonra indiki davam edici zamandır. Look, it's raining. Bax, yağış yağır. Don't go into the room. Otağa girmə. The child is sleeping. Uşaq yatır. Yəni, hərəkət hal-hazırda davam edir. Və bəzi feillər var ki, bunlar davam edici zamanda işlənə bilmir. Bunları çox əzbərləməyinizə o qədər də ehtiyac yoxdur. Sadəcə düşünün ki, əgər hər hansı bir feil fiziki hərəkət göstərmirsə, fiziki hərəkət kəsb etmirsə, mən onu davam edici zamanda işlədə bilmərəm. Davam edici zamanda olmaq üçün onun fiziki bir hərəkət kəsb etməsi lazımdır. Daha sonra davam edək növbəti ilə. Bir sıra feillər var ki, onlar bəzi mənalarında sadə zamanda olur, bəzilərində davam edici zamanda olur. Gəlin onların fərqinə baxaq. To think feili, yəni biz normalda onu düşünmək mənasını, zənn etmək mənasını bilirik. Amma gəlin baxaq görək necə fərqləndiririk. Deməli, zənn etmək, inanmaq mənasında sadə zamanda olur. Amma düşünmək, fikrində olmaq mənasında isə davam edici zamanda işlənir. Nümunəyə baxaq. What do you think, who is right? Deyir ki, məsələn, nəyə inanırsan, kim doğrudur, kim haqlıdır. Görürsünüz, burada zənn etmək, inanmaq mənasında olduğu üçün onu davam edici zamanda verə bilmərəm. Növbətiyə baxıram ki, I am thinking of learning a new language. Deyir, mən yeni dil öyrənmək fikrindəyəm. Yəni, yeni dil öyrənməyi düşünürəm. Ona görə burada düşünmək, fikrində olmaq mənasında işləndiyinə görə mən onu davam edici zamanda işlədə bilirəm. Daha sonra, to have feili. O, malik olmaq, var olmaq mənasında yalnız sadə zamanda işlənir. Amma müxtəlif söz birləşmələrinin tərkibində işlənirsə, artıq orada davam edici zamanda işlənməlidir. Gəlin nümunəyə baxaq. We have a house in Georgia. Okay? Bizim Gürcüstanda evimiz var. Görürsünüz, var, vardır mənasını verdikdə davam edici zamanda işlənə bilməz. Amma birləşmə daxilində işlənirsə, davam edici zamanda işlənə bilir. Have a good time, yaxşı vaxt keçirməkdir. Burada birləşmə daxilindədir deyə having, yəni ing artıra bilirəm. Daha sonra to see feili ilə danışaq. See feili görmək mənasında davam edici zamanda işlədilmir. Amma görüşmək mənasında davam edici zamanda işlənə bilər.
Do you see that girl over there? Oradakı qızı görürsənmi? Görmək mənasındadır deyə görürsünüz ki, sadə zamandır. Davam edicidə işlədilməyib. Sonra I am seeing the manager now. Okay? Amma burada deyir ki, hal-hazırda menecerlə görüşürəm. Görüşmək mənası verir deyə davam edici zamanda işlədilib. Daha sonra feel və look feillərini görsək, bunlar həm sadə, həm davam edici zamanda işlənə bilər. Çaşqınlıq yaratmasın. Feel və look feilləri həm davam edicidə, həm də sadədə işlənərkən görə bilərsiniz. Okay, və bizim üçün ən əsas lazım olan nədir? Zamanların zaman zərfləridir. Baxırıq indiki davam edici zamanın, yəni present continuous-un zaman zərflərinə. Now, nowadays, just now, right now, at present, at the moment, still və zaman zərfləri çox azdır, yadda qalandır. Bunları rahat şəkildə əzbərləyə bilərsiniz. Sonra danışa bilərik nədən? Present simple və present continuous-dan. Gəlin bunların fərqlərini ayırd edək. Dedik ki, present simple necə hər hansı hərəkətləri ifadə edirdi? Daim təkrarlanan, vərdiş alınmış hərəkətlər, təbiət hadisələri ilə, ümumi faktlar bildirən hərəkətlərlə və müəyyən cədvəl qrafik ərzində, qrafik müddətində baş verən hərəkətləri bildirmək üçün işlənirdi. Amma present continuous, yəni indiki davam edici zaman hansı hərəkətlərlə işlənirdi? Hal-hazırda baş verən, göz qabağında davam edən hərəkətləri bildirmək üçün işlədilirdi. Bunu da belə qısa not olaraq qeyd edək. Daha sonra danışaq past continuous, yəni keçmiş davam edici zamandan. Bu necə düzəlirdi? Dedik ki, present continuous necə düzəlir? İndiki davam edici zaman. To be-nin indiki zaman formaları olan am is are plus ing ilə. Amma keçmiş davam edici zaman düzəldirəmsə, artıq burada keçmiş lazımdır. Ona görə was, were plus ing işlədirəm. Sualı, inkarı, təsdiqi indiki davam edici zamanda necədirsə, keçmiş davam edici zamanda da eyni qaydada olacaq. Məsələn, nümunəyə baxaq. I was working. Sualda was keçib əvvələ, inkarda özündən sonra not inkar hissəciyini artırmışam. Artıq şəxslər özü də dəyişməsini yəqin ki bilirik. İkinci şəxsdə və deməli, belə deyək də, cəmlərlə və ikinci şəxslərlə nə işlədirsiniz? Were işlədirsiniz. Daha sonra danışaq past continuous-un işlədilməsindən, hansı hərəkətlərlə işlədilir. Keçmişdə müəyyən vaxtda baş verən və davam edən hərəkəti bildirmək üçün işlədilir. Deməli, artıq burada bu iki yolla ifadə olunur. Ya müəyyən bir vaxt verilir, ya da ki, müəyyən bir hərəkətə qədər baş verməsi bildirilir. Yəni, birinci danışaq dəqiq vaxt göstərməklə. At o'clock yesterday, at that time yesterday. Məsələn, nümunəyə baxaq. They were playing guitar at 2 o'clock yesterday. Deyir, onlar dünən saat 2-də gitar ifadə edirlər. Dünən saat 2-də. Bu bizim dilimizdə də var. Məsələn, kimsə soruşur ki, dünən saat 5-də haradaydın? Məsələn, deyirəm ki, dünən saat 5-də mən futbol oynayırdım. Görürsünüz, futbol oynayırdım. Yəni, hərəkət keçmişdə olsa belə, biz onu davam edici zamanda işlədirik. Daha sonra, əsas qaydalardan, yəni testlərdə bu tip suallar çox görəsiniz. Həm qəbullarda istifadə olunur, həm sınaqlarda istifadə olunur, yəni həm magistrdə, həm də abituriyentlərdə. When və while-ın işlənmə qaydasına baxırıq. Əgər while cümləmizin ortasındadırsa, özündən əvvəl keçmiş davam edici zaman və özündən sonra yenə də keçmiş davam edici zaman işlətməliyəm. While cümlənin əvvəlindədirsə, özündən sonra keçmiş davam edici zaman və keçmiş sadə zaman. Davam edici zaman da gələ bilər, yəni istisna deyil, davam edici zaman da işlədilə bilər. Əsas olaraq nəyə baxmalıyıq? While görürəmsə, ya keçmiş davam edici zaman verməliyəm, ya da ki, keçmiş sadə zaman işlətməliyəm. Bu iki zamandan birini. Sonra when-dən danışıram, when cümlənin ortasındadırsa, özündən əvvəl keçmiş davam edici və özündən sonra keçmiş sadə zaman işlənməlidir. Daha sonra when cümlənin əvvəlindədirsə, özündən sonra keçmiş sadə və keçmiş davam edici zaman tələb edir. Bunları mütləq şəkildə əzbərləməlisiniz ki, testdə, suallarda qarşınıza çıxanda rahat şəkildə variantı tapa biləsiniz. Gəlin bir-iki dənə nümunəyə baxaq. Görürsünüz, while cümlənin ortasındadır. Özündən əvvəl keçmiş davam edici, sonra yenə də keçmiş davam edici zaman gəlib. While cümlənin əvvəlindədirsə, özündən sonra keçmiş davam edici, daha sonra keçmiş sadə zaman işlənib. Yenə baxıram, when cümlənin ortasındadırsa,
Özündən əvvəl keçmiş davam edici, sonra keçmiş sadə zaman. Bir daha qısa qeyd keçək ki, əgər when və while avazlarını cümlə daxilində görürüksə, bizim axtaracağımız iki dənə zaman var. Bunlardan biri keçmiş davam edici, yəni past continuous, digəri isə keçmiş sadə, yəni past simple'dır. İşlənmə yerində izahını dedik. Bir daha özünüz əzbərləyəsiniz qaydanın üzərindən təkrar. Cümlənin əvvəlində olarsa nə işlənir, ortasında olarsa nə işlənir, bu cür yadda saxlayarsınız ki, testi rahat şəkildə yaza biləsiniz. Daha sonra danışaq zaman zərflərindən. Məsələn, at 2 o'clock istədik. Burada 2 yox, başqa saat da ola bilər, 5 ola bilər, 6 ola bilər, fərq yoxdur saatın. Dünən saat 2-də deməkdir. At that time yesterday, dünən bu vaxtı deməkdir. The whole day, all day long. Bunları harada görsəz biləsiniz ki, keçmiş davam edici zamandır. Yəni bunların hamısı eyni mənalı verir əslində. Bütün gün, bütün günü, gün boyu bu kimi işlənir. Daha sonra from to, from till. Məsələn 5-dən 6-ya qədər, 4-dən 5-ə qədər, səhərdən axşama qədər bu tip ifadələri bildirmək üçün işlədilir. Keçmiş davam edici zamanında bu qədər. Bununla da davam edici zamanları bitirmiş oluruq.